İntensiv yağıntılarla əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan Qarasu çayda müşahidə edilir, 63 sm. Bundan başqa Kürün Salyan rayon ərazisindən keçən hissəsində 45, Vəlvələ çayda isə 12 sm artım olub. Bəs ən dağıdıcı çaylardan hesab olunan Kişdə vəziyyət necədir? Bir həftədən çoxdur ki, şimal-qərb bölgəsində, ümumiyyətlə Azərbaycan ərazisində fasilələrlə leysan yağışlar yağır və Qafqaz Sıra dağlarının ətəyində gördüyünüz kimi dağlarda, Qafqaz Sıra dağlarının ətəyində dəniz səviyyəsindən 1500-1700 metr hündürlükdə leysan yağışlar və qar yağır və bununla da bağlı çaylarda suyun səviyyəsi, sululuq artır, suyun səviyyəsi artıb. Qeyd edək ki, kənd ağsaqqalları, mütəxəssislər bildirirlər ki, iyun ayında, yəni son 5 ildə ilk dəfə olaraq dağlara qar yağıb və bu səbəbdən dərələrdə çoxlu qar kütləsi var və leysan yağışlar zamanı sel hadisələri olmur. Buna baxmayaraq şimal-qərb bölgəsində Katex çayında, Zaqatala çayında, Şin çayında, Kiş çayında, Daşağıl çayında, Qəbələ çaylarında sululuğun artıb. Hidrometeoroloqlar bir həftə ərzində leysan yağışların fasilələrlə davam etməsini deyirlər, proqnozlaşdırırlar və qeyd edək ki, çaylarda bununla bağlı dağ çayların ram edilməsi istiqamətində də işlər davam edir.